Salam əzməklə dostlar və mən izləyən valideynlər. Bugündən Çınar Zambaq nəşriyyatının 4-cü sinif monitorinq vəsaitini izah edəcəm. Gəlin əvvəlcə birinci bölmədən başlayaq. Hansı ədəd siniflərə düzgün ayrılıb? Siniflərə düzgün ayrılmaq nə deməkdir? Əminəm ki, bir çoxlarınız bunu bilirsiniz. Siniflərə ayırarkən biz sağdan 3 ədəd, daha doğrusu 3 rəqəm seçərək ayırırıq. Məsələn, burada biz görürük ki, sağdan 2 rəqəm seçilib. Baxın. Yəni, bu ikisi bir sinif kimi yaradılıb, bu ikisi bir sinif kimi yaradılıb. Halbuki bu yanlışdır. Burada da, baxın, 5, 2, 6 bir sinifin tərkibində olmalıydı. 4 ilə 1 isə bir sinifin tərkibində olmalıydı. Amma doğru variant B variantıdır. Baxın, burada 3 rəqəm bir sinifdədir, yəni təkliklər sinifində, 3 rəqəm də minliklər sinifindədir. Deməli, 425.000, görürsünüz, sinif ayırıb deyirəm, 425.386, 33.554, 33.554, aha. Ola bilər ki, bu da sizin gözünüzə, yəni ilk anda 33.000 kimi gəlsin, amma bu elə deyil. Baxın, siniflərə ayırdıq. Görürsünüz, siniflərə ayıranda görürük ki, 330.054'dür. Cavab D variantı. 25.386 ədədində 5 rəqəminin mərtəbə qiyməti neçədir? Deməli, bu tapşırıq maraqlı tapşırıqdır. Mərtəbə qiyməti deyəndə, məsələn, mən bilirəm ki, 6 təklikdir, yəni təkliklər mərtəbəsindədir, mərtəbə qiyməti 6-dır. 8 onluqlar mərtəbəsindədir, mərtəbə qiyməti 80-dir. 3 yüzlüklər mərtəbəsindədir, mərtəbə qiyməti 300-dür. 5 isə minliklər mərtəbəsində olduğu üçün mərtəbə qiyməti 5000-dir. Cavab A variantı. Boşluğa hansı ədəd yazılmalıdır? Demək olar ki, bəzi uşaqlar bu tipli tapşırıqlarda çox belə çaşırlar, qarışdırırlar. Bunun mən sizə istəyirəm sadə bir yolunu izah edim. Daha doğrusu 1-2 yolunu izah edəcəm. Deyir ki, 80.000 ədədində neçə minlik var? Mində neçə sıfır var? Mində 3 sıfır var. Deməli, mən 80.000-in yanından 3 sıfırı siləndə görürəm ki, 80.000-də 80 dənə minlik var. Cavab B variantıdır. Bunu həm də belə düşünün. Düşünün ki, əgər mində 3 sıfır varsa, 80.000-də də 4 sıfır olmalıdırsa, deməli, mən bilməliyəm ki, 80.000-də 80 dənə minlik var. Çünki minlik dediyi üçün 80-in yanına 3 dənə sıfır əlavə edilməsin. Çünki mində 3 sıfır var. Cavab B variantı. Doğru bərabərliyi seçin. Aha. 4386 neçə minlikdir? 4 minlikdir. 3 yüzlükdür. 8 onluq 6 təklikdir. A variantı doğrudur. Burada deyir ki, 7221-də güya 7-10 minlik var. Xeyr, 7-10 minlik yoxdur. 7-10 minlik olsaydı, gerək burada 7.000 yox, 70.000 neçə olardı? Baxın, 7-10 minlik 10 minlikdən geriyə qaydanda nə olur? Minlik olmalıdır. Amma burada minlik yoxdur. Ona görə 0 qoyuram. 2 yüzlük, 5 onluq və 1 təklik. Baxın, bu bərabərlikdən sonra yazılan ədəd 70.251-dir. Amma bizə verilən isə 7.251-dir. Baxaq bura 5 minlik, 1 onluq, yazıb 2 yüzlük. Axı 2 yüzlük, deməli, 2 onluq mərtəbəsindədir, 1 yüzlük mərtəbəsindədir. Deməli, elə birdən başlayaraq səhv yazıblar.
Burada yazılıb 6 yüzlük. Halbuki 6382-dir və 6 da minliklər mərtəbəsindədir. Yanlış cavab D variantıdır. Daha doğrusu B, C, D variantı yanlış, A variantı isə doğrudur. Hansı ədəd 4825 ədədindən böyükdür? Aha. Və A variantı. Əlavə bir şey axtarmağa ehtiyac yoxdur. Baxaq. 18349 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? Mən burada yazmışam, yoxsa yox? Aha, yazmamışam, o zaman bunun üzərində izah edəcəm. Minliklərə qədər yuvarlaqlaşdıraq. Təklik, onluq, yüzlük, minlik. Baxın, bura qədər 8. Mən baxıram ki, 8-in sağında 3 varsa, deməli 8 artmayacaq, olduğu kimi qalacaq. Və digər 3 rəqəm də 0 olacaq. Deməli, A variantı 18.000. Minliklərə qədər yuvarlaqlaşdıranda olur 18.000. Aha, bu da maraqlıdır. Boşluğa hansı müqayisə işarəsi yazılmalıdır? Deməli, bizdə sol tərəfdə verilib 12.008, digər tərəfdə isə 1 minlik 800-lük verilib. Bunu geniş şəkildə burada yazmışam. Baxın, 1 minlik deyəndə 10.000 nəzərdə tutulur. 28 yüzlük dedikdə isə 28-i 100-ə vururuq və 28-in yanına 2 dənə 0 əlavə edirik yüzdəki kimi. Eləyir 2800. 10.000 ilə 2800 toplayanda eləyir 12.800. Burada 12.800, burada isə 12.800. Deməli, hansı işarə qoyulmalıdır? A variantı. Yəni ki, 12.800, 1 milyon, 10 minlik üstəgəl 28 yüzlükdən kiçikdir. 46.204 ədədinin oxunuşu. Artıq oxudum. Baxın, siniflərə ayıranda çox rahat olur və siniflərə ayırarkən sağdan sola doğru 3 rəqəm götürürsünüz. Əgər 3 rəqəm yoxdursa, elə əlinizdə qarşıda olan 2 rəqəmi bir sinifin daxilinə qatırsınız. 46.204 cavab B variantı. Boşluğa hansı ədəd yazılsa müqayisə doğru olar? Baxırıq ki, 10 minlik, minlik, yüzlük, bir də onluq mərtəbəsi eynidir. Amma təklik burada 4-dürsə, deməli qarşı tərəfə 3 qoymalıyıq. Cavab A variantı. 48.632 ədədinin minliklər sinifindəki ədəd neçədir? Baxın, yüzlüklər sinifi, təkliklər sinifini mən işarələdim ki, burada 6, 3, 2 var. Minliklər sinifində isə baxın, 48. Açıq şəkildə verilmiş ədədi rəqəmlərlə yazın. Aha, 8349 cavab C variantı. Hansı ədədin 10 minliklər mərtəbə qiyməti 50.000-dir? Baxıram ki, heç burada 10 minlik mərtəbəsi yoxdur. Elə minlik mərtəbəsində bitir. Burada yenə də minlik mərtəbəsində bitir. Bu B və C variantına baxaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Baxın, burada 10 minlik mərtəbəsində 1 var. 10 minlik mərtəbəsində 1-dirsə, deməli, burada 10 minlik mərtəbəsinin mərtəbə qiyməti 10.000-dir. Bu 5 100 minlik mərtəbəsidir. Və 100 minlikdirsə, deməli, bu 5-in mərtəbə qiyməti, görüm yaza biləcəm, buraya yerləşdirim. 500 mindir. 500 mindir. Bizdən isə 10 minliklər mərtəbəsini soruşur. Bəli, burada 5 10 minliklər mərtəbəsindədir və qiyməti 50.000-dir. 72.007 ədədinin rəqəmlərlə yazılışı.
72.007. Görürsünüz uşaqlar, burada 72.000 deyəndə 7-10 minlik var. 2.000-liyin adı çəkilir. Amma fikir verin, onluğun və yüzlüyün və onluğun adı çəkilmir və birbaşa təkliyin adı çəkilir. 72.007. Cavab A variantı. Baxın, bu 727-dir, bunu bilirsiniz. Bunun qiyməti isə, baxın, siniflərə ayırıblar deyə rahatdır. 702.000-dir. 702.007-dir. Burada isə 720.007. Amma bizdən 72.007-ni soruşurdu. A variantı. Məntiqi ardıcılığı tamamlayın. 345.456. 345.556. Deməli, bu 100 vahid artıb. Bunu yaxşı, ilk anda biz baxıb təyin eləyə bilirik də, hə? Ola bilər ki, elə bir ədəd verirlər ki, biz onu gözümüzdən təyin eləyə bilməyək. Ona görə də nə etməliyik? Çoxdan, yəni 345.556-dan çıxırsınız, 345.456-nı tapacaqsınız ki, aradakı fərq 100-dür. Deməli, mən indi 345.556-nın da üzərinə 100 gələndə eləyəcək 345.656. 456, 656, 556, 656, yəni 345.656. A-nın yerinə hansı ədəd yazıla bilər? Elə bir ədəd yazılmalıdır ki, 25.578-dən böyük olsun. Bu da 26.578. 45.000. Yox, 546.000. 546.000 yazım elə. 546.243. Deyir ki, təkliklər sinifindəki rəqəmlərin cəmi neçədir? Bu 3 uşaqlar. Təkliklər sinifi, baxın, bu 3 rəqəm. 4, 2, 4, 3 olan. 2-nin üstünə 4, 6, 6-nın da üstünə 3, 9 edir. Doğru bərabərliyi seçin. Gəlin seçməyə çalışaq. 3863. 3 onluq yazdım. Axı, burada 3 minlikdir, burada da 3 təklikdir. Deməli, bu səhvdir. 4563, 4 minlik, 500-lük, 6 onluq, 3 təklik. Doğru cavab B variantıdır. Ədədləri artan sırayla düzün. Artan sırayla düzürüksə, deməli, biz ən azından başlamalıyıq. 1386, deməli, B və C variantları getdi. Sonra 4386, cavab A variantı. Modeldə verilmiş ədədin rəqəmlərlə yazılışı neçədir? Mən görürəm ki, baxın, burada 1, 2, 3, 4, 5, 6, 7. 7 təklik var. 5 onluq var. 2 yüzlükü var. Minliyimiz sıfırdır. Çünki abaqda içində yoxdur. 4 də 10 minliyimiz var. Deməli, bu neçə oldu? Gəlin sinif olaraq ayıraq. 40.257. Yəni, bəzi uşaqlar sinifi ayırmadan da artıq oxuya biləcəkdilər bunu. Amma sinifə ayırmaq sizin üçün daha rahat olar. 40.257. 16.000. Bir dəqiqə. 316.000. Aha, hə. Deyir 316.000 9 ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırın. Deməli, bura baxaq diqqətlə. 316.009 deyəndə əvvəlcə biz ədədi yazırıq. Görürsünüz, bizə minliklər sinifini tam olaraq verib. 316.000, amma təkliklər sinifində yüzlüyün
və onluğun adını çəkməyib. 316.009. Sonra deyir ki, bu ədədi 10 minliklərə qədər, baxın, bura qədər yuvarlaqlaşdırır. Mən baxıram ki, birin sağındakı rəqəm 6-dır. 6 olduğu üçün 10 minliklər mərtəbəsi 1 vahid artıb olacaq 2 və sonrakı rəqəmlər də 0 olacaq. Deməli, olacaq 320.000, baxın, bu da 0 olacaq. Bu da 0 olacaq. 320.000. Cavab A variantı. Boşluğa hansı ədəd yazılmalıdır? Yenə də bu da asandır. 25.000 deyir neçə yüzlükdür. 25.000-in yanından yüzdə olan sıfırların ikisini çıxıram. Tapıram ki 250 yüzlük var. 386.425 ədədində 6 rəqəminin mərtəbə vahidi neçədir? Mərtəbə vahidi başqa bir anlayışdır. Mərtəbə qiyməti başqa bir anlayışdır. Əgər desəydik ki, 6-nın mərtəbə qiyməti neçədir? Biz deyəcəkdik ki, 6.000-dir. Amma bizdən mərtəbə vahidini soruşur. Baxın, 5 təkliklər mərtəbəsində olduğu üçün mərtəbə vahidi 1-dir. 2 onluqlar mərtəbəsində olduğu üçün mərtəbə vahidi 10-dur. 10-dur. Amma mərtəbə qiyməti 20-dir. 4. Yüzlüklər mərtəbəsində olduğu üçün mərtəbə vahidi 100-dür. Amma mərtəbə qiyməti 400-dür. 6. 6-nın mərtəbə vahidi, yəni minliklər mərtəbəsində olduğu üçün 1000-dir. Amma mərtəbə qiyməti 6000-dir. Deməli, 6-nın mərtəbə vahidi neçə oldu? 1000 oldu. Cavab A variantıdır. Baxın, burada 8, 10 minliklər mərtəbəsində olduğu üçün mərtəbə vahidi 10.000-dir. Amma mərtəbə qiyməti 80.000-dir. Yəni 8 dənə 10 minlik deməkdir mərtəbə qiyməti. Burada 3, 100 minliklər mərtəbəsində olduğu üçün mərtəbə vahidi 100.000-dir. Amma mərtəbə qiyməti 300.000-dir. Minlik mərtəbə vahidi. Minlik mərtəbə vahidimiz hansıdır? 1000-dir. Onluq mərtəbə vahidinə neçə böyükdür? 1000-i 10-a böləndə eləyir 100. Deməli, cavab B variantı. Diqqətinizə görə təşəkkür edirəm.